Mənə gedib hansısa üzdən İraqların videosunu çəkib paylaşmaq əvəzinə gəlin bax bu cür oğullarımızı paylaşın. Bu cür oğullarımızın vəziyyəti ilə bağlı xalqa, millətə çatdıran ki, uzun zamandır ağır xəstəlikdən əziyyət çəkən Vətən müharibəsinin qazisi Təhməzov Coşqun Çingizoğlu dünyasını dəyişərək aramızdan ayrıldı. Allah rəhmət eləsin, Allah ilk öncə ailəsinə səbir versin, günahlarını əfv eləsin, məkanını cənnət eyləsin inşallah. Bu cür oğullarımızı paylaşaraq xalqa, millətə çatdırında, yoxsa gedib oturmuşsunuz üzdən İraqların canlısında, onlara dəstək olursunuz, Vəlizarıdır, Baboşudur. Niyə? Niyə bu oğullarımızın qədrini sağ ikən bilmirsiniz? Niyə bu oğullarımızı xalqımıza, millətimizə göstərməyə çalışmırsınız? Qoy tanısınlar da, vətəni üçün, xalqı üçün, milləti üçün döyüşüb sağlamlığını itirən. Valla bugün gedib o Vəlizardır, Baboşdur, o üzdən İraqlara göstərdiyiniz dəyəri qazilərimizə göstərsəydiniz, indiyə qədər dünyasını dəyişən qazilərimiz həyatdaydı, yaşayırdı. Çünki onlar gördü ki, bu xalq, bu millət onsuz da unutqan millətdir. Nə etsən də dəyməz. Onlar barbar bağırdı ki, bizə kömək eləyin, bizim haqlarımızı tələb edin. Bizim bugün bu cür xəstəliklərimiz var, bizə yardım eləyin, üst çönlərdiniz. Gedib oturdunuz Baboşun, Vəlizarın, nə bilim, bir çox sosial şəbəkələrdə jetona görə düşüklü eləyən insanların canlısında. Bəsdirin də, ayıb olsun sizə. Bu qədər də unutqan olmayın, bu qədər də bu oğullarımızın əziyyətinə yerə vurmayın. Bir dəfə də gedin şəhidlərimizin, ailələrin qapılarını döyün. Qazilərimizdən, veteranlarımızdan maraqlanın. Bu oğullarımız boş-boşuna dünyasını dəyişmədilər. Sağlamlıqlarından olmadılar. Sizlər gedib gizlənəndə bu oğullarımız idi qabağa getdilər. Bu oğullarımız idi ki, özlərini alovun, tankın, nə bilim, güllərin qabağına atdılar. Amma bugün siz oturmuşsunuz, gelib hansısa üzdən İraqlara dəstək olursunuz, yardım edirsiniz, nə bilim, şir atırsınız, Range Rover hədiyyə verirsiniz, ev bağışlayırsınız. Onlara elədiyinizi bunlara eləsəydiniz olmazdı mı? Bilin, həqiqətən də çox unutqan millətik, qədir bilməyən millətik. Heyif dünyasını dəyişən şəhidlərimizdən, qazilərimizdən və şəhid ailələrimizin döktüyü göz yaşlarından. Heyif.